hərçənd elə ki parik mənə lazım deyil, amma Az qalıb, Vüqar, az qalıb. az qaldı, görürəm. Mən hesab edirəm ki, Nura ilə həm fikirəm bu yaxaları qulaq asırdım və 6 nömrə məsələ parik düzəldənlərə oxşayır. Həm bilirsiniz, bu yaxları o söhbət gedəndə parik düzəldən, o biraz gülümsədi, yəni mimikadan bildirdi. Mən də onu tuttum onda. Ruslar demiş ki, on spalился. Spalился na samом деле. Ona görə məhz 6 nömrədir. Burada ikinci fikir ola bilməz. Paytaxt bilən hansıdır? Ya olmaz onu demək. Ya. Ancaq parik düzəldən. Şərafət xanım, deməli 6 nömrə iştirakçının adı Spalilsadır, hə? Çox gözəl, tapdıq adını. Spalilsa. Bəs mən deyirdim də, nə üçün? Mən nə dedim ki, Şərafət xanım, buyurun, çaşdırdım bəlkə Şərafət xanım tamamilə başqa bir şey deyəcək. Düzdür, yox, mən əminəm ki 6-dır. Nəyə görə? Ümumiyyətlə, burada dayanan insanlardan belə deyim də, stilistə, yəni hansısa bir ümumiyyətlə incəsənətlə bağlı olan insana oxşayır 6. 6 nömrə. Bəli, ona görə Niyə də 9 nömrəli insanın geyim tərzi, duruşu, incəsənət 100%dir, o parik düzəldən deyil. Ola bilməz. Mən İncəsənətə ola bilər, ancaq parik düzəldən deyil. Yox, elə belə. Yalnız bu insan yəqin İçirdim, ki, özümüz. makyaj eləməyi də bacarır. Elə belə. Mən elə hesab edirəm və məsəl üçün üzündən də belə deyim də görsənir ki, özünə də qulluq eləyən insandır. Yəni üzünə, özünə belə deyək. Özündən də razı Uzun insan sözün qısası, o da var. üz gözündən stilisti yağır, onu demək istəyirdim. Denən görək. Mən təsdiq edirəm ki, 6 nömrəli iştirakçı parik düzəldi. Təsdiqləndi və salam tabi getdi. Hörmətli 6 nömrəli iştirakçı, çox maraqlı bir məqamdır. Sənin parik düzəldən olmağını artıq Nura hiss etmişdi. Amma nədənsə təsdiq eləmədi. Çaşdırdım mən, Mən çaşdırmadım. Bilərəkdən. Nədənsə təsdiq eləmədi, getdi 5 nömrəli iştirakçını təsdiq elədi. Nəhayət ki, yenidən qayıtdı parik düzəldənə və deyir ki, sənsən. Siz parik düzəldirsiniz. Düz deyil deməyəcəm. Anam, o düz demir deməyəcəm, o düz demir deməyəcəm, qafiyə axtarır. O düz demir deməyəcəm. O demək istəyir ki, parik düzəldənəm mən, parik düzəldənəm mən. Elədirmi? Bəli. Talant düzəldənəm. Düz deyil deməyəcəm. 6 nömrəli iştirakçı parik düzəldi. Xahiş edirəm, gəlin bura, rica edirəm. Bir iştirakçımızı alqışlayaq, təşəkkürlərimizi bildiririk. Gəldiyinizə görə minnətdarıq sizə. Adınız? Ramid. Ramid. Ramin. Ramin. Ramid. Ramiz. Ramid. Ramid. Bəli. Ramiz. Neçə il, Ramid, neçə ildir bu işlə məşğulsunuz? Hardasa 4 ilə yaxındır. 4 il yaxın. Sevdiniz peşədir? Bəli. Narazı qalan olur düzəltdiyiniz parikdən? Ya, ümumiyyətlə, əslində saç ustasıyam, amma bacarıram düzəldə biləm, lazım olanda da verə biləm. Həm xanımlar, həm də bəylər üçün düzəldirsiniz? Yox, təkcə bəylər üçün. Təkcə kişilər üçün düzəldirsiniz? Əla, super. Yəni, Tamam. saç tökülən olsa müraciət edə bilər. Səhliyalı ətə süd məhsullarından o möhtəşəm hədiyyələri təqdim edirik. 1001 halal neymət sizindir. 750 manatı qazanmısan. Çox gözəl. Növbəti məbləğ 1000 manatdır, amma bir dənə bir problem var ki, köməyin Yoxdur. qalmayıb. Kim axtarırıq? Ya, deməli 2 dənə xanım qalıb, gəl Bəli. xanımları yola salaq. Salaq. Sonra kişiləri taparıq orada. Deməli, ya bunlardan biri paxlava pişirir, biri də gözü yumulu toxuyur. Baba, bəlla da budur da, indi hansını eləyir? Sənin fikrincə? Mənim fikrimcə kim ola bilər? Hə. Mənim hissiyatımı yoxlamaq istəyirsən. Bir dənə keş bir yan tərəfə. Bəli. Keş bir yan tərəfə. Sənin fikrincə, Azər, burada paxlava hansı xanım pişirə bilər və gözüyumlu hansı xanım toxuya bilər? Onun saçları toxunub qıstacı. Mən sənə bir dənə kömək eləyə bilərəm ki, mənə elə gəlir ki, paxlava pişirən kişidir.
Onda paytaxtı bilən xanımdır. Ola bilər. Mən elə hiss edirəm ki, paxlava bişirən kişidir. Paxlava bişirən kişi. Əgər hissiyatın doğru çıxsa, bayaqki sözləri geri götürəcəksən, Hə, götürək. keç ver. Hansı kişidir? Mən belə hiss edirəm ki, o kişidir. Amma o demək deyil ki, bu 100% belədir. Ola bilər, mən yenə də səhv edeyim. Oy, ürəyim çəkildi. 4 nömrəli iştirakçı gözü yumulu Yox, bir dəqiqədə biz bilmirik kim axtarır paxlava Gözü pişirəni. yumulu toxuyan xanımı. Gözü yumulu toxuyur. Yazısı işıqlansın, xahiş edirik. Beləliklə təsdiq edirsənmi? Bəli. Deyirəm. Məni yenə çaşdırsan. Bilmirəm. Mən özü seçib deyim, məni yenə mən dedim 4 nömrəli. Gələn verir. Mən də bir söz dedim, mən. Beləliklə biz təsdiq edirik ki, 4 nömrəli iştirakçı gözü yumulu toxuyur. Təsdiq edirəm. Sağ ol. hörmətli 4 nömrəli iştirakçı Nura dedi ki, 4 nömrəli iştirakçı deyib mən təsdiq etdi. Siz gözü yumulu toxuya bilirsiniz. Heç nə deməyin. Hal-hazırda ən baxımlı kanalda reklamlar. Və bu yerdən istədim verilişin sponsorlarından danışam. İlk öncə verilişin baş sponsoru elektrotexnikada lider olan Beko'dur. Beko bir dünya markası olarak Azərbaycanda da öz keyfiyyətiyle sayılıb seçilir. Keyfiyyətdə lider olan Beko'dan təzə xəbər. Artıq Beko qab yuyan maşınlarının köməyi ilə qab yumaq daha da asanlaşdı. Beko markasının ağıllı texnologiyalı One-Touch qab yuyan maşınları bir toxunuşla sizə istədiyiniz nəticəni verəcək. Müasir dizaynlı bu qab yuyan maşınlar hər bir interyerə uyğun olmaqla yanaşı, həm də funksional texnologiyası ilə fərqlənir. Bu qab yuyan maşın suyun corluğunu müəyyən edərək, yuma proqramını özü qurub ideal təmizlik yaradacaq. Bundan başqa, Beko One-Touch qab yuyan maşını yaxşı təmizləmə və qurutmanı minimum enerji sərf etməklə həyata keçirir. Yumanın sonunda LCD displey sizə ümumi istifadə olunmuş enerjinin və suyun miqdarını da göstərəcək. One-Touch bir toxunuşla möcüzə yaradır. Beko, bir dünya markası dəyərli baş sponsora bu yeniliyə görə dərin təşəkkürlərimizi bildiririk. Və digər sponsorumuz dadında, tamında, ləzzətində tayı bərabəri olmayan Səhliyalı ət və süd məhsullarıdır. Bu məhsullar ən son model Avropa texnologiyası standartlarına uyğun olaraq hazırlanır. Ən önəmlisi odur ki, şirkətin özünün fermer təsərrüfatı var. Yəni şirkət xammaldan tutmuş istehsalın son anına qədər tam halallığa riayət edir. Müxtəlif çeşiddə kalbasalar, sosislər istehsal edən Səhliyalı şirkətinin halal mallarının üzərində 1000 bərəkət halal neymət yazısı var. Diqqət! Alıcılar arasında keçirilən sorğuya görə Səhliyalı ət və süd məhsulları keyfiyyətinə görə ən yaxşı məhsul adına layiq görülüb. Səhliyalı ət və süd məhsullarını siz artıq öz marketlərinizdən də əldə edə bilərsiniz. Səhliyalı ət və süd məhsulları ən dadlı, ən ləzzətli 1001 halal neymət. Təşəkkürlər sponsorlara, ən baxımlı kanalda reklamlar. Baş sponsor Beko. Sponsor Səhliyalı ət və süd məhsulları. Kim kimdir də bu ana qədər baş verənləri nəzərinizə çatdırırıq. İlk itirilməyən məbləği 200 manatı qazanan Nura xanım növbəti seçimdə yenə lövhədəki sıra düzülüşünü pozmadı. 4-cü seçimini etdi və zurna ifaçısını təsdiqlədi. Mən təsdiq edirəm ki, 2 nömrəli iştirakçı zurna ifaçısıdır. Bəli, uğur Nura xanımladır. 4-cü seçimin uğurlu cavabı və 300 manat qonağımızdadır. Bəli. Bəli. Bəli!
Parik düzəldən kimdir? Oyun başlayandan sıra düzülüşünü pozmayan, iddiasında möhkəm dayanan Nura lövhədən 5-ci adamı seçdi və kompüterində köməyini istədi. Kompüterin köməyi ilə qonağımız Parik düzəldənin kim olduğunu təsdiqlədi. Mən təsdiq edirəm ki, 5 nömrəli iştirakçı Parik düzəldir. Amma səhvdir. Amma çox heyif. Kim kimdir də bu ana qədər uğurla addımlayan Nuranın 5-ci seçimi səhv oldu. Müğənni 2 köməyini, 1 kompüter və 1 səhv etmə şansını boş yerə itirdi. Xeyr, səhvdir. Düzəlt bunu. Səhvdir. Hey! Lövhədəki sıra düzülüşünü pozan Nura növbəti seçimdə xalq ulduzu iştirakçısını seçdi. 7 nömrəli iştirakçı xanım müğənnidir, xalq ulduzu iştirakçısıdır, təsdiq edirəm. Elədir. Bəli, o həqiqətən xalq ulduzu layihəsinin iştirakçısı olmuşdu. Mən Xalq Ulduzu 3 müsabiqəsinin iştirakçısı Sevinç Babayevayam. Parik düzəldən kimdir? Bu naməlumun seçimi Nura xanımın 2 köməyini dərindən almışdı. Amma yenə müğənni Parik düzəldənin kim olduğunu bilmək istədi. Bu dəfə ekspertlərin köməyi ilə. 6 nömrəli iştirakçı Parik düzəldir. Təsdiqləndi və salam tariq etdi. Sağ olsun hörmətli ekspertlər. Nura ürəkaçan cavab eşitdi. Parik düzəldənəm mən, Parik düzəldənəm mən. Elədirmi? Talant. Kim gözü yumulu toxuyur? Qonağımız seçimini təsdiqlədi. 4 nömrəli iştirakçı gözü yumulu toxuyur, təsdiq edirəm. Görəsən bu ana qədər çox maraqlı və çox həyəcanlı oyun nümayiş etdirən Nuranın bu seçimi uğurlu olacaqmı? O, ikinci itirilməyən məbləği 1000 manatı qazana biləcəkmi? Kim bilir? Ən baxımlı kanalda reklamlar bitdi və biz harda qalmışdıq? O yerdə qalmışdıq ki, xanım cavab verməlidir, eləmi? O ciddi xanım cavab verir. Elə isə buyurun xanım, bir də soruşuram. Siz gözü yumulu toxuya bilirsiniz? Xeyr, bu səhvdir. Bu səhv oldu və bu ikinci səhv oldu. Bitdi. İkinci səhv olduğuna görə Nura, mənə çox çətindir bu sözləri demək, amma deməliyəm ki, sən 10.000 manat uğrunda mübarizəni dayandırdın. Çox sağ ol. Səndən başqa şey gözləmirdim. Həmişə kömək eləməyə hazıram. Biz oyunumuzu davam edirik. Davam edirik, amma artıq Beko'dan təqdim olunan, yəni sponsorlardan təqdim olunan 10.000 manat uğrunda deyil, yalnız və yalnız Beko'dan bizə təqdim olunan qızıl kart uğrunda Yaxşı. davam edirik və bu yerdə Nuranın dostları buyursun studiyaya. Hörmətli dostlar, salam aleyküm. Salam. Hörmətli Nura, dostlarını bütün Azərbaycana özün tanıdığın tərzdə təqdim elə. Deməli, çox bacarıqlı, çox perspektivli, çox gözəl jurnalist xanım Tahirə xanım və Azərbaycanda belə deyərdim, tayı bərabəri olmayan gözəl dost, gözəl stilist Telman. Super. Kömək eləməlisiniz. Amma kömək necə olacaq? Nura seçim edəcək, həmin insanı tapmaqda ona köməklik göstərəcək. Olarmı biz bir dost Siz seçim verəsiniz. Seçim Hə, edək. versinlər. Buyurun. Özünüz seçin, özünüz də tapın. Biz də çıxıb gedirik. Mən elə gəlir birinci yumurta udanı tapaq Aha. və sənə seyr edirdik biz. 11 nömrəli iştirakçının üstündə durmuşdun. Səninlə bizim fikirlərimiz üst-üstə düşür. Mən elə gəlir ki 11 nömrəli iştirakçı həqiqətən yumurtudur. Çünki onun o boğaz, duruş məqamlarını biz də diqqət yetirdik. Bu kateqoriyaya ancaq onu daxil eləmək olar. Yumurta udan yazısı işıqlansın, xahiş edirik. Dostlarım təsdiq edirlər ki, yumurta udan 11 nömrəli iştirakçıdır. Yanmadım. Yaxşı, mən təsdiq Biz edirəm necə ki, eləyirik? Ay, sonra. mən təsdiq edirəm ki, 11 nömrəli iştirakçı yumurta uda bilir. Bəs ola, burada nə var? Bəli, hörmətli 11 nömrəli iştirakçı.
Heç cür əl çəkmədilər bu fikirdən. Dostlar da gəldi, bir daha bunu təsdiqlədilər. Siz bəyəm yumurta uda bilirsiniz? Siz yumurta udursuz. Bəli. Bəli. Gəlin bura xahiş edirik. Ama bir şey yadında sakla ki oyunun əvvəlində 2 nömrəni deyəndə mən demiştim ki 11 nömrə yumurta udandı. Demiştin de ama təsdiq eləməmişdin. Hazırsan. Bəli. 1 2 3 4. Deyən, o birisini qoymaq var. Bir dənə ağzı var, çıqa qaç. O fokusnikti, fokusnik. İndi ikincisini udacaq. Ud qardaş. Siz hər növ yumurta uda bilirsiniz, yoxsa ancaq toyuq yumurtası? Toyuq. Timsah yumurtası udan. Hədiyyəsi Səhliyəli ət və süd məhsullarla almışlar. Bravo. Həqiqətən bravo. Doğrudan da bu ayrıca bir bacarıqdır. Onu udmaq... Onun səsi də yaxşı olar. Sümükləri də bəlkə olar. Kalsi var axı yumurtada. Əgər yumurta tapsaq da, təşəkkürlər, çox sağ ol, minnətdarım. Bu qızla... Bu qızların... Bu qaraqabaq qız var ha, ciddi qız. 4 nömrəli. Onu mən indi yola salacağım, gedəcək. Həri. Kimdir bu o? O baklava Mən sizə bir dənə pişirir. kömək eləyim mi? Bax, burada görürsünüz, 2 dənə xanım qalıb. Bəli. Kömək elədim. Bir dəqiqə deyən. Paxlava pişirəni bir dənə orada yandırın, xahiş eləyirəm. Paxlava pişirəni yazısı işıqlansın. Hər bir paxlava pişirir.